Salam, bugünkü izahımız seçilmiş suallar üzərindən olacaqdır. Deməli, bu izahımızı həm MİQA sertifikasiyaya hazırlaşan müəllimlər, həm də ki, abituriyentlər izləyə bilər. Gəlin ilk sualdan başlayaq. Deməli, birinci sualda bizə deyir ki, DNT molekulunda olan adenin nukleotidlərinin sayı 500-dür. Oxuduqca tez yazırıq. Adenin bərabərdir 500. Guanin nukleotidlərinin sayı isə 1000-dir. Guanin bərabərdir 1000. 1000 ədəd olarsa bu molekulun bir zəncirində neçə fosfat turşusu qalı olar? Aha, bir zəncirdə olan orta fosfat turşusun soruşur. H2PO4 də bərabərdir suala. Gəlin hesablayaq. Biz bilirik ki, DNT molekulu 2 zəncirlidir və onda əmələ gəlməkdə nukleotidlər iştirak edir. Eyni zamanda bilirik ki, adeninlə timin bir-birinə komplementardır. Eyni zamanda onların sayları bərabərdir. Guanin ilə də sitozin bir-birinə komplementardır. Sayılar da bərabər olur. Adenin 500-dürsə, timin də 500-dür. Guanin 1000-dirsə, sitozin də 1000-dir. Yəni 1000 dənə də molekulda sitozin var. Və gəlin biz ümumi nukleotidlərin sayını tapaq. Nukleotid bərabərdir adenin plus, guanin plus, timin plus sitozinə və hesablayaq. Sayıların yerinə qoyuruq. 500 plus 1000 plus 500 və plus 1000. Ümumi tapdıq ki, ümumi nukleotid sayı 3000-dir. Və biz bilirik ki, hər bir nukleotidin tərkibinə bir azot əsası, bir pentoza, yəni karbohidrat, DNT-dən söhbət gedirsə, dezoksiriboza, RNT-dən söhbət gedirsə, riboza və bir ədəddə bir nukleotidin tərkibində orta fosfat turşusu olur. İndi ümumi 3000 tapdığımıza görə bu DNT molekulundadır. 3000 nukleotid molekulun özündə. Bir dənə orta fosfat turşusu bir nukleotidin tərkibində olur. 3000 dənə də nukleotid varsa, 3000 orta fosfat turşusu həmin bu DNT molekulunda var. Və bizə qeyd edib ki, bir zəncirindən danışırsa, 3000-i bölərik 2-yə, taparıq 1500. 1500 orta fosfat turşusu, cavabımız A variantı. İndi gəlin növbəti sualımıza baxaq. Deməli, növbəti sualımız bu sualdır. İkinci sual. Bizə deyir ki, ilanın yumurtalığının. İlandan söhbət gedirsə bilirik, ilan heterogametdir. Bildiklərimizi tez xatırlamağa çalışırıq ki, məsələn, tez bir zamanda həll edə bilək. Yumurtalıqdan söhbət gedirsə, meyoz bölünmə gedəndə, yetişmə mərhələsində bu zaman 4 hüceyrə əmələ gəlir. Bu 4 hüceyrənin biri qamet olur, 3-ü yönəlci cisimcik olur. Bunu da bildik. Bizə deyir ki, çoxalma zonasına daxil olan həmin bu genotipli böyük M, kiçik M, böyük N, kiçik N genotipli. Amma baxın, davam etmədən öncə deyir ki, çoxalma zonasına və biz də bilirik ki, çoxalma zonasında hüceyrə mitoz bölünməyə məruz qalır, mitoz bölünmə keçirir. İndi davam edək. Bu genotipli 3 ilkin cinsi hüceyrə 2 dəfə bölünmə keçirib. 3 dənə bu genotipli hüceyrə daxil olubdur və 2 dəfə mitoz bölünmə keçirilir. Axı çoxalma zonasından danışır. Yəni bu hissəyə qədər olanı həll edək. Deməli, çoxalma zonasına daxil olanda dedik ki, hüceyrə mitoz bölünmə keçirilir və bu 2 dəfə mitoz keçirilir. Gəlin birinci mitozunu yazaq. Daha sonra da ikincini. Deməli biz bilirik ki, çoxalma zonasına bir hüceyrə daxil olanda mitoz bölünmə nəticəsində ikisi əmələ gəlir. Bizə deyir ki, 3-ü daxil olub. 3-ü də daxil olanda x də bərabərdir. Deməli, birinci mitoz nəticəsində 6 hüceyrə əmələ gəldi. 2 dəfə keçirdi, indi ikincini keçirsin. Birincidə dedik ki, bir hüceyrədən ikisi əmələ gəlir və birinci mitoz nəticəsində 6-sı əmələ gəlir. Bax, artıq bu 6-sı bölünməyə keçəcəkdir. 6-sından nə qədər əmələ gələr x-i? X də bərabərdir 12-yə. Deməli, yekunda 2 mitoz nəticəsində 12 hüceyrə əmələ gəldi. Və daha sonra bizə deyir ki, bütün hüceyrələr, yəni bu 12 hüceyrənin 12-si də yetişmə mərhələsinə. Yetişmə mərhələsində hüceyrə nəyə keçirir? Meyoz bölünmə. Yetişmə zonasına daxil olub. İndi bunun 12-si daxil olsun yetişmə mərhələsinə. Yetişmə mərhələsində meyoz keçirilir. Meyoz nəticəsində bir hüceyrədən 4 əmələ gəlir. Bu 4-ün də bir dənəsi yumurta hüceyrə olur, 3 dənəsi də yönəldici cisimcik. İndi 12-si daxil olub. 12-sindən də x əmələ gəlir. X də bərabərdir 48-ə. Bu 48-in başlanğıc hüceyrə sayı qədər ya da ki 4/1 qədər deyə bilərsiniz. 12 dənəsi qamet olur, yəni yumurta hüceyrə. 36 dənəsi də yönəldici cisimcik olur. Bizə də deyir ki, əmələ gələn böyük M, böyük N genotipli qametlərin sayı digər qametlərin hər birinin sayının 3 dəfə çox olarsa, neçə yönəldici cisimcik böyük M, kiçik N genotipli olar? Deməli, bizim fərdimiz hansı genotipi daşıyırdı? Böyük M, kiçik M, böyük N, kiçik N. Yazırıq bunu bura. Böyük M, kiçik M, böyük N, kiçik N.
Bura qədər biz hər şeyi yazmışıq. İndi bura nəzər yetiririk. Həmin bu genotipli fərd hansı tip qametləri verər? Tez onları yazaq. Deməli, böyük M, böyük N. Böyük M, kiçik N. Kiçik N, deməli, kiçik M, böyük N. Kiçik M, kiçik N qametləri verər. Böyük M, böyük N. Böyük M, kiçik N. Kiçik M, böyük N. Kiçik M, kiçik N qametlərini verər. Eyni zamanda yönəlici cisimcikdə də bu şəkildə paylanır. Və yakında 48 hüceyrə əmələ gəlir. Deməli, bu 48 hüceyrədə deməli bir hüceyrə bölünür 4 əmələ gətirir. 12 başlanğıc hüceyrədə 12 vur 4, yəni 48 dənəsini əmələ gətirir. Bu genotiplərin hər birindən sayları 12 dənədir. Hər birindən. 12 dənə böyük M, böyük N var. 12 dənə böyük M, kiçik N var. 12 dənə kiçik M, böyük N var. 12 dənə də kiçik M, kiçik N var. Amma bizə burada qeyd edib. Baxın, bunların tərkibinə bu 48 dənə eləyir axı. Həm yönəlici cisimcik, həm də qamet daxildir. Və biz aydınlaşdırmalıyıq ki, bunların nə qədəri yönəlici cisimciyin payına düşüb, nə qədəri qametin payına, həmin bu genotiplər üzrə. Burada bizim qeydimiz tez yada düşür. Deyir ki, əmələ gələn böyük M, böyük N genotipli qametlərin sayı digər qametlərin hər birinin sayından 3 dəfə çox olarsa. Yəni ki, böyük M, böyük N digərlərinin böyük M, kiçik N, daha sonra kiçik M, böyük N, kiçik M, kiçik N-in sayından 3 dəfə çoxdur. 3A qədər budur, A qədər də bunlardır. Aha. Qametlər üzrə paylayıb bunu. Bizim də qametimiz nə qədərdir? Baxın, burada qeyd etmişik. Dedi ki, 48 hüceyrənin 12-si qamet olur, 36-sı yönəlici cisimcik. Bərabər eləyək həmin bu 12-yə. 3A plus A plus A plus A bərabərdir 12-yə. Yəni ki, 6A bərabərdir 12-yə, A da bərabərdir 2-yə. A-nı tapdıq 2. İndi gəlin burada yerinə qoyaq. 3 vur 2, 6 dənə bu böyük M, böyük N-dir. 2 dənə budur, 2 dənə bu, 2 dənə də bu. Qametlər üzrə payladıq və tapdıq ki, 12 dənəsi həmin qametlər bu genotipi daşıyır. Deməli, yerdə qalanı yönəlici cisimcikdir. Bizdən də deyir ki, neçə yönəlici cisim? Baxın, neçə yönəlici cisimcik? Böyük M, kiçik N genotipli olar. Tez gəlirik bura. Baxın bu hissəyə. Böyük M, kiçik N istəyir. Böyük M, kiçik N. 12 dənə 12 dənə bölmüşdük də, hər birindən 12-12-dir. İndi baxırsan, bunun 2 dənəsi qametin payına düşürsə, həmin bu 12-nin ikisi qametin payına düşürsə, deməli 12 çıx 2, yəni 10 dənəsi də yönəlici cisimciyin payına düşər. Cavabımız 10 olur. Yenə də eyni şəkildə. Bax, böyük N 6 dənəsi qametin payına düşürsə, 6-sı yönəlici cisimciyə düşər. Kiçik M, kiçik N-dən 12-si ümumi hüceyrədirsə, bunun ikisi qametə düşürsə, 10 dənəsi yönəliciyə düşər. Kiçik M, böyük N-də həmçinin onun kimi 10 dənəsi yönəlici cisimciyin payına düşür. Yəni, bunları bölərək paylayırıq. Ümid edirəm, aydın oldu. İndi keçək növbəti sualımıza. Bu əsasən mix sertifikasiya tiplədir. Abituriyentlərə bunun biraz daha bəsit forması düşər. Növbəti sualımız da, yəni 3-cü sualımız budur. Gəlin baxaq izahına. Deyir ki, DNT molekulunda adenin nukleotidlərinin sayının guanin nukleotidlərinin sayına olan nisbəti 3-ün 5-ə kimidir. Əgər molekulda guanin və sitozin nukleotidlərinin cəmi 900 olarsa, molekulda hidrogen rabitələrinin sayını istəyir. Gəlin oxuduqca elə yazaq. Bizə deyir ki, adeninin guaninin sayına nisbəti 3-ün 5-ədir. Tez yazdıq. 3x, 5x. Yazdıqmı nisbətlərin? İkisi də yazıram ki, sayların bilmir yaxı, nəyəsə ixtisar gedib bu qalıb. Və bizə deyir ki, əgər molekulda guanin və sitozinin cəmi 900 olarsa, guanin plus sitozin bərabərdir 900-ə. Olarsa bu molekulda hidrogen rabitələrinin sayı H bərabərdir sualdır. Gəlin yazaq. Baxın, guaninin neçə x işarə elədik? 5x. 5x qədər guanin var. 5x qədər guanin varsa, 5x qədər də sitozin var. Eyni zamanda 3x qədər də timin var. Bunları da qeyd etdik. İndi bizə nə qədər veribdir? 900. Gəlin baxaq, bunu çaşmayaq deyək. Burada sitozinin timini silirəm. Zaten bilirik də, adenin nə qədər timin o qədərdir, guanin də nə qədərsə sitozin o qədərdir. Gəlin bunu guanin sitozin üzrə burada yazaq. 5x plus 5x bərabərdir 900-ə. 10x bərabərdir 900-ə. X də bərabərdir 90-a. Aha, x-i tapdıq 90. Gəlin burada yerinə qoyaq. Baxın bu hissədə. Deməli, 3x 3x-dır da. Qoyuruq 3 vur 90 nə qədər eləyir? 270. 270 dənə adenin, 270 dənə də timin var. Deməli,
5-i vururuq 90-a. Bu da eləyir 450 dənə guanin, 450 dənə də sitozin var. Baxın elə 450 guanin, 450 sitozin də bunu verirmi? 900-ü. Deməli biz düz tapmışıq. Burada da təsdiqlədik bunu. İndi davam edirik. Bizdən nəyi soruşur? Hidrogen rabitələrinin sayını soruşur. Gəlin hesablayaq. Bizim bir düsturumuz var idi hidrogen rabitəsini tapmaq üçün. H bərabərdir N plus G. N nədir? Nukleotidlərin bütövlükdə cəmi. Gəlin bunu biraz da açaq. H bərabərdir. Nukleotidlər hansılardır? Guanin, sitozin, timin, adenin və buradakı guanin plus guanin. Bu sonuncu hidrogen rabitəsini tapmaq üçündür. Bunlar isə nukleotidlərin cəmini tapmaq üçündür. Biz də tapmışıq. Adenin nə qədərdir, timin nə qədərdir, guanin, sitozin nə qədərdir. İndi yerinə qoyub tapırıq da. H bərabərdir. Guaninimizin sayı 450-dir. Plus. Sitozinimizin sayı 450-dir. Plus. Timinin sayı 270-dir. Plus. Daha sonra adeninin sayı 270-dir. Plus və deməli, bir dənə də guaninimiz hidrogen rabitəsini hesablamaq üçün o da 450-dir. İndi tapırıq. H bərabərdir. 900 plus 270 eləyir burada. Deməli, 540 plus 450. Bu da eləyir 1890. Cavabımız A variantı. Hətta sizə belə bir qayda öyrədim. Burada var, bunu düzdür, belə də yaza bilərdiniz. H bərabərdir 2 guanin, guanin və guanin. 2 guanin plus, sitozin plus, timin plus, adenin. Belə də yaza bilərdiniz. Necə? Gəlin burada elə yazın. Baxın. 2 guanin plus, sitozin plus, timin plus, adenin. Belə də yaza bilərdiniz düzdür. Bir də nə cür yaza bilərdiniz? Mən daha aydın olsun, ən geniş şəkildə izah edirəm. H bərabərdir. Guaninlə sitozin sayı bir-birinə bərabərdir. Bunu yaza bilərik kimi 3 guanin və yaxud da 3 sitozin. Necə istəyirsiniz? Plus timin də adeninə sayı bərabərdir. Bunu da yazaram 2 adenin. Siz istəyirsiniz 2 timin yazın. Heç bir fərqi yoxdur. Onsuz da sayları bərabərdir. Bir düsturu da belə ala bilərik. Hər bir üsulla, yəni ki, məsələni həll etmək olur. Mən ən geniş formada həll etdim. Ümid edirəm aydın oldu. İndi keçək digər sualımıza. Mən buraları silim. Növbəti sualımız bu sualdır. Gəlin baxaq. Deməli, 4-cü sual. Bizə deyir ki, cədvələ əsasən hansı ifadə doğrudur? Bitki veriblər sfaqnum mamırı ilə yaşıl quş mamırın. Bunların quru kütləsini sfaqnumda 2x-lə işarə edib, quş mamırında x-lə və udduğu suyun minimum miqdarın A5 şəklində işarə edib. Gəlin burada yazaq. Sfaqnum mamırı və quş mamırı. Yazdıq mı? Yazdıq. Deməli, bunların bizə quru çəkisin və udduğu suyu qeyd edirlər. Deyir ki, sfaqnum mamırının quru kütləsi, yəni öz kütləsi 2x-dir. Quş mamırında isə x-dir. Və udduğu suyun minimum miqdarını sfaqnumda A veriblər. Sizcə A-nın qiyməti nə olar? Biz bilirik ki, sfaqnum mamırı öz çəkisindən 20-25 dəfə suudur. Maksimum 25 dəfə, minimum 20 dəfə. Deməli, 20 litr. Quş mamırı isə öz çəkisindən 4 dəfə çox suudur. Bu da 4 litr. Bunu da qeyd etdik. 20 litr, 4 litr. Udduğu suları çəkisinə görə qeyd etdik. Amma biz burada nəyə diqqət yetiririk? Bunun kütləsi 2x-dir, bununki x-dir. 2x-dirsə, biz normalda bərabər çəkillər üçün yazırıq. Məsələn, x qədər budursa, x qədər budursa, öz çəkisindən deyir ki, x-dən 20 dəfə çox suyu sfaqnumudur, x-dən 4 dəfə çox suyu quş mamırıdır. Amma burada 2x olduğuna görə biz bunu nəzərə alırıq. Yəni, nə qədər olur? 2x-dirsə, 2 vur, 20 olur da burada. Bu da eləyir, əslində x deyil burada 20. Burada A da 20. Ona görə x-də yazıram. Bu da olur 40x. Udduğu su. Sfaqnum mamırının udduğu su 40x-dir. Bu 40x həmin bu A-ya uyğun gələn qiymətdir. A bərabərdir 40x-ə. Daha sonra, indi B-ni hesablayırıq. B də nə qədərdir? Bu, deməli, x deyil. Həmin bu x-dən 4 dəfə çox suudur da. O deyir 4x. B-nin də qiyməti oldu 4x-ə. Bunları tapdıq. İndi bizə bərabərlik veribdir burada variantlardan. Biz ilk öncə bunlara baxırıq. Gəl x-ləri ataq. Hər birisində x var. Bunlar getdi. İndi qalır A bərabərdir 40, B bərabərdir 4. İndi görək hansı bərabərlik düzdür. Deyir ki, B bərabərdir A bölü 2-dir. B 4-dür, A da 40-dır. 40-ı 2-yə böləndə 4 alınmır. Ona görə A ola bilməz. B də deyir, B bərabərdir A bölü 10-dur.
Aha, baxın bu ola bilər. B bərabərdir A böl 10. Yəni ki, 4 bərabərdir 40 böl 10. Bu da eləyirmi 4? Bəli, deməli cavabımız B variantıdır. Bir dəfə də qeyd edirik ki, burada udduğu suyu veribdir. A qədər, B qədər. Biz də bilirik ki, sfaqnum öz çəkisinə minimum 20 dəfə çox sudur. Quşmamırı da nə qədər? 4 dəfə. Və burada hər birisini vuruq özünə. 2x vur 20, x vur 4. Bərabərliyi bu şəkildə həll edirik. Növbəti sualımız. Gəlin bunları təmizləyim. Aha. Növbəti sualımız 5-ci sual olaraq davam edirik. Bizə deyir ki, eyni kütləli darı, noxud və qarğıdalı toxumu. Eyni kütləlidirsə x yazıram. Cücərərkən kütlələrinin cəmi 285 olmuşdur. Bu toxumların cücərməsi üçün tələb olunan suyun miqdarının cəmi neçə litrdir? Hər birisinin kütləsini neçə götürdük? X götürdük. Və burada cücərərkən kütləsinin cəmi 285 veribdir. Deməli, bu cücərmiş kütlələri 285-dir. İlk öncə biz bilməliyik ki, bunlar nə qədər sudur? Darı toxumu öz kütləsinin 1/4 qədər, yəni x böl 4 qədər sudur. Noxud öz çəkisi qədər, qarğıdal da öz çəkisinin yarısı qədər sudur. İndi gəlin bunların cücərmiş kütlələrinə, bunların cəmi bərabərliyi. Cücərmiş hal nədir? Öz çəkisi plus udduğu su. Gəlin bir-bir yazaq. X plus x böl 4 plus x bunlar. Və bu. Plus x böl 2. İndi gəlin bunları ortaq məxrəcə gətirək. Baxın, x. 4x plus x böl 4 plus x böl 2. İndi bunda hər birisini 4-ə gətirək. Buna 1, buna da 4. Bu da eləyir. Deməli, 16x böl 4 artıq bir məxrəcdə yazaq. Bu da plus x plus deməli 2x. Aha. Bu da eləyir 19x bölək 4. Ümumi bunların cücərmiş hallarının kütləsi. Qeyri-müəyyən olduğu üçün x ilə yazdıq. Bizə də bura konkret rəqəm verib 285. Gəlin bərabər eləyək. 19x böl 4 bərabərdir 285-ə. Bunu da hesablayaq. Çarpaz vuraq bu şəkildə. 19x bərabərdir 285 vur 4. Artıq bunları götürürəm. Burada da ixtisar eləyə bilərik. Burada düşür deməli 15 dəfə. X bərabərdir 15 vur 4. Bu da eləyir 60. X-i tapdıq 60. Deməli hər birisinin kütləsi 60 imiş. 60 olub. Bizdən nəyi soruşur? Bu toxumun cücərməsi üçün tələb olunan su. Darı nə qədər sudur? Öz çəkisinin 1/4 qədər. Yəni 60-ın 1/4 qədər. 60-ın da 1/4 nə qədər eləyir? 60-ı bölürsüz 4-ə 15. Noxud öz çəkisi qədər içir. X 60 tapmışıq, deməli bu 60-dır. Qarğıdalı da öz çəkisinin yarısı qədər içir. 60 bölü 2 bu da eləyir 30. Və bizdən bunların cəmi soruşur. Yəni 60 plus 30 plus 15. O da eləyir 105 A variantı. Davam eləyək. 4 sualımız qalıb. Deməli 5-ci, bu da 6-cı sual. Bizə deyir ki, çiçəkli bitkidə eyni sayda toxumun əmələ gəlməsində iştirak edən spermlərin sayı hansı ifadə ilə müəyyən olunur? Deməli, bir toxumun əmələ gəlməyində çiçəkli bitkidən söhbət gedirsə, bu 2 qat mayalanma baş verir. 2 qat mayalanmada bir toxumun əmələ gəlməyində 2 sperm iştirak edir. Eyni sayda toxum deyirsə, buna da yazırıq ki, x qədər sperm. X də bərabərdir. Çarpaz vururuq. 2n qədər sperm iştirak edir A variantı. İndi baxaq 7-ci suala. Deyir ki, hansı fenotipli qan qrupuna malik ana ilə atanın nikahından doğulan uşaqların heç biri valideynlərin qan qrupunu daşıya bilməz. Aha. Bunları əslində əzbərləmək lazımdır. Amma ki, mən əzbərləməyin tərəfdarı olmadığıma görə yazmağı yəni məsləhət bilirəm. Həm bu zaman gözümüz görür, öyrəşirik, həm də ki, daha konkret görürük. Əzbərçi olmur da, yəni öyrənmiş oluruq. Gəlin A variantından baxaq. Bizə deyir ki, 1-ci və 3-cü qan qrupu. 1-ci qan qrupu 0-0 şəklində işarə olunur. 3-cü qan qrupunda 2 forması var. Homoqameti BB, heterosu B0. Adi şəkildə baxan kimi bilinir ki, burada valideynin qanını daşıya bilər. Hansısa B0 da olsa, 0-0 da olsa, 1-ci, 3-cü qan qrupu yaranma ehtimalı var. Ona görə daşıya bilir. Bunu çıxdıq. Keçirik B variantı. 2-ci, 3-cü qan qrupu. 2-ci qan qrupu A0 çarpaz 3 də BB, B0. Baxın, adi şəkildə. Burada konkret görürük ki, bax, bununla buna baxıram. Burada deyirik ki, AB əmələ gəlir, burada daşımaya bilir. Amma daşıya da bilər. Bizə demir axı konkret heteroya, homoya görə bax. Daşıya da bilər. Necə? A0-la BB-yə baxırıq.
Baxın, bura B0 əmələ gəldi, 3-cü qan qrupu. Və yaxud da burada da fərqli cür baxanda yenə də B0 ümumiyyətlə əmələ gəlir də. Burada artıq A olmadığına görə əmələ gələ bilmir, amma bununla bunu götürürəm. A ilə məsələn B0, A0 da əmələ gəlir. Lap burada götür. A0 da əmələ gəlir. Deməli burada valideynin qanını daşıya bilən övladlar yarana bilir. A0 da yarandı, B0 da, ikinci, üçüncü qan qrupu yarana bildi. Bu da getdi. Gəlirik C-yə. Birinci qan qrupu 00 çarpaz BB və B0 üçüncü qan qrupu. Bax, yarandı. Yenə də burada variant təkrarlanması olub bu arada. İndi diqqət yetirirəm. Dedik bu da olur. Aha, D variantına baxırıq. D variantında da 1 və 4-ü verib 00 çarpaz 4-cü qan qrupu AB. Aha, baxın burada olmayacaq. Bütün fərqləri yazıram. Bax, 0-dan A, A0 ikinci qan qrupu. Daha sonra 0-dan B, B0 üçüncü qan qrupu. Yenə A0, B0. İkinci və üçüncü qan qrupu yarandı. 1 və 4 yaranmadı ki, deməli cavabımız D variantdır. Gəlin yenə də E-yə də baxaq. İkinci və dördüncü qan qrupunu verib AA, A0 çarpaz AB. Baxın, burada AA yarana bilir. A0 da yarana bilər. Ona görə bu da deyil, cavabımız D olur. Gəlirik 8-ci suala. Burada nə deyir bizə? Cədvələsinin X-dən Y-in cəmini soruşur. Hesablayaq. Maddə ATF-dir. ATF-in quruluşunu sizin üçün yazım mən. Deməli, azotlu əsas, karbohidrat, orta fosfat turşulusu 3 dənə. Deməli, adenil azot əsası, karbohidratı riboza və 3 dənə də orta fosfat turşusu qalığı olur. Orta fosfat turşusu arasında əmələ gələn rabitədə bunlar makroerqik rabitələrdir. Bizə deyir ki, azotlu əsas sayı X qədərdir. X-dir azotlu əsası. Orta fosfat turşusu da Y-dir. Həmin bu 3 dənədir də, birində 3 dənədir. Bizə deyir ki, Y-dir. Bizə də makroerqik rabitənin sayını verib də 6. Aha, makroerqik rabitə bərabərdir 6-ya. Biz də 1 üçün baxırıq. Bir dənə ATF molekulunda neçə makroerqik olur? 1, 2. 2 dənə olur. İndi 6 makroerqik rabitə varsa neçə ATF molekulu var? X. X də bərabərdir. 6-nı 2-yə bölürük. 3 dənə tapdıq ki, ATF molekulu var. Bizdən də soruşur azot əsasları ilə orta fosfatın cəmi. Deməli, yazırıq ki, ilk öncə azot əsasına görə. Bir ATF molekuluna bir azot əsası olur. 3 dənəsində də 3 olacaq. İndi gəlirik orta fosfat turşusuna görə. Yəni H3PO4-ə görə. Deyirik ki, bir ATF molekulunda 3 dənə orta fosfat turşusu olur. Baxın, 3 dənə. Bəs 3-ündə nə qədər olar? Bunu da tapırıq ki, 9 dənə. Bizə də cəmin soruşurdu. 9 plus 3, o deyilir 12. A variantı. Və gəlirik sonuncu sualımıza. Onu da buradan həll edəcəm. Deyir ki, DNT molekuluna maksimum 4 rabitənin əmələ gəlməsinə iştirak edən azotlu əsasların sayı. Maksimum 4 rabitə əmələ gətirən adenindən timindir. Zəncirin ortasında maksimum 4-ünü əmələ gətirir. Zəncirin başlanğıcında da və sonunda minimum rabitə əmələ gətirir 3 dənə. Amma guaninlə sitozin zəncirin başlanğıcında sonunda minimum əmələ gətirir 4 dənə, maksimum ortada əmələ gətirir guaninlə sitozin 5 dənə rabitə. Bunları yəni əzbərləmək lazımdır. Bizə də deyir ki, maksimumu 4 dənə. Bu haqda izah çəkmişəm, paylaşacağım səhifədə baxarsınız. Qısa danışdım burada. Bizə deyir ki, maksimum 4 rabitə əmələ gəlməsinə iştirak edən azotlu əsas. Bunu tapdıq ki, adenin timindir. Bunların sayı 600 ədəddir. Bunların sayı deyəndə ümumi cəmin deyir. 600 ədəddir. Deyir ki, əgər molekulda 1800 hidrogen rabitəsi olarsa, H bərabərdir 1800-ə. Bütün nukleotidlərdə olan pentoza və azotlu əsasların cəmini tapın. Gəlin ilk öncə biz guaninin də sitozinin də sayını tapaq. Necə tapırıq? Bizim düsturumuz var. H bərabərdir N plus G. Biz bunu açdıq bayaq. Burada izah eləmişdim. Deyəsən sildim. Yox, yenə izah eləyərəm. Bunu yazırıq. H bərabərdir nukleotidlər. Adenin plus guanin plus sitozin plus timin plus guanin. Biraz da yığırıq bunu. H bərabərdir. Adenin plus guanin, 2 guanin plus sitozin plus timin. Gəlin bunu biraz da yığaq. Deyirik ki, guaninlə sitozin cəmi yəni sayları bir-birinə bərabərdir. Bunu 3 guanin və yaxud 3 sitozin yaza bilərik. Yazıram 3 guanin plus. Adeninlə də timinin sayı bir-birinə bərabərdir. Bunu da yazıram 2 adenin. Siz istəyirsiniz burada 2 timin yazın. Heç bir fərqi yoxdur. İndi mənə verilən rəqəmləri yerinə qoyuram. Hidrogen rabitəsi 1800 verib. 1800 bərabər 3 guanin plus. İndi 2 adenin yerinə nə yazmalıyıq? Bizə deyir ki, 4 rabitənin əmələ gəlməsinə iştirak edən azot əsasının cəmi sayı, yəni 600-dür. Bu da adeninlə timini nəzərdə tutur da. Buna da mən dedim ki, sayları bir-birinə bərabər olduğuna görə 2 adenin və yaxud 2 timin yazmaq olar.
Onda elə həmin bu 600-ü onun yerinə yaza bilərik. 3K-nin plus 600-ə. Daha sonra 3K-nin bərabərdir 1800 çıxaq 600-ə. İndi yazırıq. Davamı buradan yazıram. 3K-nin bərabərdir 1200-ə. Q-nin də bərabərdir 400-ə. Aha, Q-ni tapdıq. 400, Q-nin 400-dürsə elə sözündə 400-ə bərabər olur. İndi bizdən nəyi soruşur? Bütün nukleotidlərdə olan pentoz və azot əsaslarını. Gəlin indi nukleotidin sayını tapaq. Nukleotidin sayını necə taparıq? Gəlin yazaq. Baxın, düsturumuz var. H bərabərdir N plus G. Düzdür? İndi bizə hidrogen rabitəsini verib də, nə qədərdir hidrogen rabitəsi? 1800. 1800 bərabərdir N plus, Q-nin də sayını tapdıq ki, 400-dür. N də bərabərdir 1400-ə. Yəni bunu çıxırıq. Ümumi nukleotidin də sayını tapdıq ki, 1400-dür. Bizdən də soruşur ki, pentoza və azot əsasları cəmi. Pentoza nədir? Karbohidrat. Və burada DNT-dən söhbət gedirsə, DNT-nin karbohidratı dezoksiribozadır. Yəni deyir ki, dezoksiriboza ilə azotlu əsasların cəmini tapın. Biz də bilirik ki, bir nukleotiddə bir ədəd pentoza, bir ədəd azotlu əsas, bir ədəd də orta fosfat turşusu olur. Deməli, 1400 nukleotid varsa, 1400 dənə pentoza, 1400 dənə də azotlu əsas olur. O zaman yazırıq ki, deməli, 1400 plus 1400 bərabərdir 2800-ə. Cavabımız E variantı. Çünki pentoza və azot əsas dedi. Pentoza, azot əsas. Aha. Beləliklə biz izahımızın sonuna gəldik. Ümid edirəm aydın oldu. Növbəti video izahlarda görüşmək üzrə.